Bir həyat hekayəsi. Sevinci, kədəri, problemi və həyat təcrübəsi ilə dolu olan təsirli və ibrətamiz bir həyat hekayəsi. Hər insanın özünə məxsus bir həyat hekayəsi var. Müxtəlif həyat hekayələrini dinləmək üçün 96.9 tezliyində Marnoli Radiosunun canlı efirində Rübabə Muxtarovanın təqdimatında çərşənbə axşamı saat 12:00-da dinləyə bilərsiniz. Salam, hörmətli Radio Marnoli dinləyiciləri. Sizi yenə də mən bugün Rübabə Muxtarova Radio Marnoli'nin canlı efirində bir həyat hekayəsi radio proqramında salamlayıram əziz dinləyicilər. Bizim bugün çox maraqlı bir qonağımız var. Qonağımız bizim ağsaqqalımız, tədqiqatçı, yazıcı Mirzə Maşovdur. Salam Mirzə müəllim. Salam, salam. Çox sağ olun. Mənim dəvətimi qəbul etdiniz, gəldiniz. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun, çox sağ olun. Mən də ilk növbədə elə verişə başlamamışdan öncə, söhbətə başlamamışdan öncə sizin verişlərinizin belə deyək ki, yəni azad keşiyən, çox düzgün, obyektiv baxımdan müəyyən belə deyək ki, hadisələri işıqlandırırsınız. Bu qədər. Çox sağ olun, çox sağ olun. Mirzə müəllim, dinləyicilərimizə özünüzü təqdim edə bilərsinizmi? Niyə də mən Mirzə Məmmədoğlu, belə deyək ki, 30'a yaxın həm tərcümə, həm də öz əsərimin müəllifiyəm. Yəni burada nəyi nəzərdə tuturum? Bunu en yadda qalan təcrübələrim çoxdur. Yəni ki, onun hamısını sağlamaq mümkün deyil. Amma əsas mövzu məni tanıdan, ictimaiyyətə tanıdan, xalqa tanıdan iki əsərim var. Biri Tiflis haqqında toponimika, o Bakıda iki dəfə çıxıb. Təkrar bəyəniblər və yenə də əl gəldirib, bəlkə də yenə nəşr edəcəklər. Vaxtilə Rəhməti Qənirə Paşayeva öz hesabına onu nəşr elədi və ikinci dəfədə bir nəşriyyat, o qanun nəşriyyatı ikinci dəfə öz üzərinə götürdü. Qaldı o bir şey mənim Xudu Borçalı barədə. Yəni mən derdim ki, burada bu dönəmdə, bu səmtdə Xudu deyirlər, Borçalı deyirlər, amma ne kadar ləqəb götürürlər, bilmirlər ki, Xudu Borçalı kimdir. Amma mən onun haqqında əsər yazdım. Povest yazdım, Tiflis'e çıxdı. Tiflis'e 10 il bundan qabağa çıxdı, mən öz hesabıma. Amma Bakıda da sağ olsa Rasib Qaraca nəşr elədi. Belə, yəni bu iki kitab məni tanıtdı ki, özüm hakkında kaldı da indi bunun mütemadi olarak mesela indi bu yaşa gelmişim, 70 gün sabah 70 yaşım olacak. Ben davamlı tərcümələr edirəm, davamlı. O belə deyək ki, arxivlərdən tapıram. Yəni ben mesela bir nümunə gətirəcəm. Ağa Məhəmməd Şah Qacarın Tiflisə hücumu əsəri vaxtilə arxasına düşdüm. Kitabxanada mənə onu vermədilər ki, olmaz. Yəni Xeroxun özünü çıxmağa. Amma belə deyək ki, çox çətinliklə onu mən sorarlar əldə elədim. Onu tərcümə elədim. Yəni bu belə hamısı nəyi tərcümə edirəmsə elə belə asan olmur. Yəni bu Tiflisdə bizə aid, Azərbaycana aid, belə deyək ki, ümumi Türk dünyasına ait müəyyən məqamlar var. Onların hamısını mən yavaş-yavaş üzərə çıxardıram. Budur mənim həyatımın belə deyək ki, həyatım yolu elə budur. Hekayəsi də elə budur. Buna başlayaq. Buyurun. Lap yaxşı, lap yaxşı. Mirzə müəllim. Mirzə müəllim, belə bir sual verim sizə. Ailənizin sizin həyatınızda nə kimi təsiri olub, necə rol olub? Yəni ailə deyəndə
aile, ata, anam deyirsin. Yoxsa Ümumi hələ hamısı. Hə. Birinci düzünə baxanda ən başlıcası atam olub. Mən çünki üniversitede getdim, qəbul olunmadım. Mən alınmadı. Yəni bir yere 20 yer. Sonra geri qayıtdım. Atamla o vaxtlar mən ayrı yaşayırdım. Anam çünki alanmışlar olar. Atam Tiflis'e yaşayırdı. Dede balam, git onda o kitab oku, elle bu beni afırlık elədi. Yani qeyri qanuni başkasını elə də onun sənəti yox idi, o istəyirdi. Onu həmin o şeydə en büyük oldu ki gittim sonradan mən üniversitete qəbul oldum. Bu qəbul məsələsi çox maraqlı oldu. Bir dəfə yani əsas getdim olmadı. İkinci dəfə getdim olmadı. Bakıda da işlədim, sonra başqa yerlərdə getdim. Sonra geri qayıtdım Tiflisə. Tiflisə geri qayıtdım, tikintidə işləyirəm. Daimin yanında işləyirəm. Onda həmən daim belə atam kömək elədi və getdim. Gittim, imtihanları verdim. Bilmem, deyirəm ki, müəllim 5 istəyirəm. Ay dedi, bir kadın var idi. Ben Alman dilini güzel bilirdim ben. Geç yazacağım dedi sana. Şimdi başımıza oyun açma. Çık git sen de keşiften. Ben inanmadım. Çıktım geldim dedim bu dostlarıma dedim ki bir eğer kaybolmuşam bana bir telegram yazın. Bir müddet geçenden sonra onlar yazdı ki pazarlayın. Bak o hayatımın dönüş rolü belediyeki o rolü budur. Atamdan da gelir, o hərənir, həmin o dostlarından da gelir belə. Da mən həqiqi daha ədəbiyyat aləminə atıldım. Deməli, həyatınızda dönüş nöqtəsi olan hadisə budur, eləmi? Bəli, bunu başqası da ama əsas budur. Hə. Lap yaxşı. Mirzə müəllim, qarşılaşdığınız həyatda ən böyük çətinliyiniz nə olub? Və onu necə aşmışsınız? Həyatda o burada çətinliklər olur. Valla belə mən hələ qəzetdə, mən o Gürcistan qəzeti o vaxtlarda Komünist Partiyasının qəzeti idi belə. Hamı ona biat edirdi, orada nəsə belə 3 kilo verməlisən, sabah 4 kilo elə, onu təbliğ edirdilər. Və nəhayət orada bir qadın bana kömək elədi burada, Allah rəhmət eləsin. Mən orada İstatdan kenar işledim. Ama ben oradaki onların seviyesinde ben işimi görüyordum. Ve hayatım bile de ki bir defa kimse bu Nizam Mehmet Zade işte bana orada yaxşı jurnalisti Bakı Kutarov şimdi bir tanımıştım orada. Ondan bana Güneştat'ın neyse iş görürdü. Bu dedi ki ben giderim. Gittim. Bunun yerine ben iştaş oldum. Ben xahiş elədim. Təzdən orada da nəsə problem pozuldu. İndi məni canımıza çəkirlər. Bak Komünist Partiyasına hemen o işçilerin ilk yüzü budur. Ben işte çıxartdım. Dedi ki sen buradan gitmelisən. Bu Hamid. Dedim ki mesela ben vəsiqəni sen vermirsən. Təzdən Süleyman vardı da o da partiyacı, qəzetin redaktörü. O çağırdı, ver Gönüşxan, ver də, dedim ona, ver. Ben dedim buradan gedirəm. Elə də çıxdım. Təzdən müəyyən bir vaxtdan sonra bunlar məndən rüşvət istədilər. Rüşvət. Yani belə falan bəhmə dedim mən rüşvət verəm deyəm, nə ora gələn deyəm. Təzdən yenə araya düşdülər ki, indi gəlir işin lazımdır. Yani bak bu da hayatımda böyle bir çətinliyi mən öz mövqeyimlə, baxışımla belə deyək ki, qalib gəldim. İndi onlar hanı? Yəni həyatda insana çətinə düşəni qolundan yapış. Yoxsa ki, elə hanı həm itdi o birisidir, neyse həmişə öz mövqeyini, Komünist Partiyasının kökünü şey edib, qılıçla vururlar. Ne?
Ah, çox sağ olun səmimi söhbətinizə görə Nizam müəllim. Əslində siz özünüz necə deyirlər bir tarixsiniz. Əslində sizin həyatınız elə bir tarixdir ki, danışırsınız bizə. Çox sağ olun. Bax, indiyə qədər verdiyiniz ən önəmli qərar həyatınızda nə olub? Biraz çətin sualdır ama yani neye karar vermişəm? O bir karar vermişəm ki ömrümdə ki bu Yani- belə olmalıdır, bu belə olmalıdır. Yani o çok çətinliklər olur və o çətinliklərin həmişə demişim ki bu mən qalib gəlməliyəm. Belə. Yani həyatımda çox belə deyək ki əleyhimə çıxışı eliflər. Belə deyək ki işdən də çıxarılmışam. 3 dəfə işdən çıxarılmışam. Və sonunda belə deyək ki, mən qalib gəlmişəm. Qərarım budur elə. Mənim o öz yerimə qayıtmağım qərarımdır. Ən çox dəyər verdiyiniz şey nədir? Ən çox dəyər vermək, yəni insana mı? İnsanda ən çox İnsan da ən çox dəyər verir. dürüstlük. Yəni insan həyatda bir dəfə də olur. Düzdür. Yəni bu ikinci dəfə ki belə indi mən bu dəfə yaxşı olmadım, ikinci dəfə də olacam, yaxşı olacam, belə. Amma insan həyatda dürüst olmalıdır. Dürüst ola bilmirsənsə, onda yastaqlanma. Yəni o kiminsə dürüstlüyünə qarşı çıxma, mane olma. Belə çox el. Mən həm ömrüm boyu düşmanlarım da çoxdur. Bəni sevməyənlər də çoxdur. Neye göre? Ona göre ki mən dürüstəm. Biri desin ki Mirzə Maşov və yaxud Məmmədoğlu bir şeyi bunu düz eləmir. Düz gəlmir. Düz bunu burada düz gəlmir. Yalan yazır. Ağzına gələni yazır bile neyse polemik açanlar da var. İnandırayım sizi, inandırayım seni. Bak ne kadar burada Gülşan'da vardı yüzden ilah alimler, özlerine akademik eğlenirler. Onların hamısı şebesidir, şebesi. Məhdud məsuliyyətin cəmiyyətdir. Biri de mesela New York Akademiyası, eşmiş olası. O sadece olarak kitapxanadır. Ona Firuz Mustafa ben həmişə əlaqə saxlayıram, deyir ki, bir tane yazmışdım, bana bilmədim. Onun uşaq da var bilər internetten, yani neyse civarında. Bununla övünmək, sən öz vətənində, öz akademiyada akademik ola bilmirsənsə, Amerika sənin nəyinə görə bu akademik verir? Mən məsələ, təvəzzüklərdən uzaq olsun, Gürcüstanda yazışlar iki yere bölündü. Başlandı, yani Azerbaycan'da bir Yaşar İttifakı var, o da bir İngilizcana gedir, elə ömürlük anlar olacak, o tarihi bir şey değildi. Ama bizde dağıldı. Sonra yani kökü kalanından onlarda da gene demokrasi oldu ki, yani sədr 3 ildən bir seçilsin. Özlərinin arasında böyle bir şey əmələ gətirdilər. O ayrılanlar da Gürcü insanlardı. Ben onlara koşuldum. Onlar da benim Azerbaycan belə de edebiyatı sahəsində belə bir bölmə yarattılar. Onun mən rəhbəri oldum. Onlardan çok istedim. Onlardan kitaplarım çıktı. Yani Sabir İslam Xanının Gürcü dilində ölüm zirvəsi. Eləcə də Əbdülbaqi'nin Bülbülcan'ın kitabı Gürcü dilində mənə aiddir. Sonra Siz tərcümə elədiniz də? Dedim ben tercüme etmişim. Bu içinde redaktör olmuşam. Onun çok ağır olduğuna göre çünkü o Rus'tan ilerledi. Sonra ben redaktör mahrekim eləmədi. Ama sonunda onu Rus'a getdim. Onun içinde çok səhvlər var idi. Sabir Rüstem Xalıya deyəndən sonra dedi ki Mirzə mənim siz səhmana sağlam. Böyle şeyler de var idi. Çünkü o müəyyən tarixi şeyleri böyle səhvə yol vermişti. Ne diyeyim? Orada ben bir onda diyeyim ki ben de akademikəm. Yani Gürcistan Milli
Yazarlar Akademiyası. Vay be! İdime de akademik mi olur? Bak bu faciədir. Yazana, pozana ad lazım deyil. Yazanın özünün o yazdığı odur. O onun adıdır. Belə. Sizi ayaqda tutan əsas prinsip Hə, bəli, dürüstlük, doğruluq, yəni saxtakarlıq məndə yoxdur. Belə, yəni oğlum da olsa mən oğluma oğlum bir dəfə yalancılıq baxdı, uzun müddət baxışlamıram. Yəni doğruluq, yalancılıq məndən uzaqdır. Budur. Yəni mən nəyəmsə, Mirzə Məmmədoğluyam eləmi? Mirzə Maşoğluyam eləmi? Nəyə görə? Dürüstəm, yalancı deyiləm, kiməsə yatağı eləmirəm. Bax, bu yaxınada Şəhədin müəllimin nəsə tədbiri var idi. Mən ona ilə tutdum ki, get onda öz kəndində elə, dənə balaca elə ki, özümlə görüş. Kiməsə qoşulub orada, acıca toya bənzəyən bir şeydir. Toya bənzəyən. Yəni orada bir çıxış eləmədi. Bu o bir şeyler adlarını çəkmək istəmirəm, biraz yaxşıdır. Yəni bunlar çıxış elədi. Yəni bir cəmiyyət, buradakı cəmiyyətin böyüyü kağız verdi. Bu da amma özgə vaxtı Şəhədin deyir ki, mənim qarşıda 10 dövlətdən belə adamlar gəlir falan. Burada da bir has ki akademiyanın üzrüsən bir adamın oydu. Bax bu irətləri mən deyəndə deyirlər, deyə bilmir, cavab verəmirlər. Cavab da verə bilməzlər, heç vaxt verə bilmir. Bunu da mən deməsəm olmaz. Belə. Düzdür. Mirzə müəllim, hal-hazırda nə ilə məşğulsunuz? İndi vallahi elə hazırda dəndə yenə arada uşaqlıq xatirələrimi yazıram. Belə deyək ki, tərcümələrimi davam eləyirəm. Bu yaxınlarda yeni qutardım, demirəm. Bakıda indi çıxasıdır Ağa Məmməd Şah Qacarın Tiflisə hücumu əsəri tərcümə və bir də Bakıda çıxası və akademiyada çıxasıdır. İlmlər Akademiyası nəzdində orada mənim 2 kitabım çıxırdı öncə. Bir Ruhi Bağdadi, bir də Füzuli əsəri. Bunun müəllifi Elizbar Cavelicidir, akademikdir, məşhur adamdır, türkoloqdur. Və onun 2 əsəri oldu, Bakıda çıxdı, bağlar oldu, onlara yaxşı qarşıladı. İndi bu əsər Büyünsalah çıxasıdır. Yəni onun belə deyək ki, Molla Nəsrəddin, Hoca Nəsrəddin Gülüşü, sonra Koroğlu və Dədə Qorquddur. Üçlü bir yerdə nəşr olunacaq akademiya tərəfindən bu yaxınlarda. Qaldı yenə mən hər halda yenə də yəni köhnə o qədim belə deyək ki mənbələrdən o qədim əsərlərdən mənim əsas pulumu mən köhnə kitablara vermişəm. O kitabın mən bir hissəsini həmin o qədim kitaba turası ki, ona mən 10 manat 5 elə vermişəm. Bəziləri də ən bahalı Gürcü ədəbiyyatının məsələ Katlis Xoyeba, yəni Gürcüstan həyatı. Onun hamısı cildi məndə var, Gürcüdür. Sonra Katlis belə deyək, Kronikası, Gürcü, o da ayrı, onu da almışam. Yəni Gürcü tarixini, Gürcü ədəbiyyatının ən qədim şeyləri mən almışam otağımdadır və istifadə edirəm. Belə, yəni məşğul olmaqda hər dəqiqədə, yəni hər dəqiqə, yəni belə deyək ki, bizə məlum olmayan, bizə aid olan o tarixi keçmiş o mənbələrin yazılarını üzərə çağırırım. Lap yaxşı. Bax, Mirzə müəllim, uşaqlıq xatirələri dediniz ki, hərdən yazırsınız, elə mi? Uşaqlıq xatirələriniz haqqında. Yəni, uşaqlıq xatirələrindən bizə nəsə belə bir danışa bilərsinizmi? Hansısa bir hekayəni? Bəli. Mənim uşaqlığım belə deyək ki, dağ borçalı deyək, o da o vaxtlar barmaqsız deyirlər, Dalqa rayonu.
orada Çuluqlu kəndində keçib. Nənəm orada. Mən orada böyümüşəm. Bütün həyatım belə deyək ki, orada da təhsil almışam əsası. Yəni mənim uşaqlığım müəyyənsəsi tailələr gətirir ki, anam Güraxıya, Marolun Güraxı kəndinə ərə gələndə də, yəni uşaqlığım o burada az keçdi. Yəni yayla həmişə yay ayları nənəmin yanına gedirdim. Bütün həyatımın boyu, yəni belə deyək ki, bütün mənim formalaşmağımda oradakı gördüklərimin hamısı mənim belə deyək yazmışam onların hamısını. Böyük bir mövzudur. Yəni çox maraqlıdır. Birini də şey edəcəm bu üçün, sizin üçün. Bir dəfə belə deyək balacaydım. Daim də əhli keyf idi, kiçik daim. Böyük daimlə də gedib kömək eləmişəm. Bu da kəndin danasına gedirdim. Mən də ona gedib kömək edirdim. O da nəyəmə baxa, təpənin başına getdik. Təpəni belə deyək ki, yarğan da var idi, belə daşlar da var idi. Belə bu danalar da otlayır hələ, çünki tezdir. Sonra günortaya yaxın çaya ixrama gələcəkdir. Birdən nənəm dedi, yetim dedi, ora getmir, orada canavar var. Bu axılıma hardansa qapandı, dedim ki, biraz keçəndən sonra, oy, mən canavar yedi. Bir kere nənəm əlində bir dənə iki ağaç, belə daş götürüb ki, gətirir ki, nə varsın? Dərdən dedim, ay nənə, yalan deyirəm. Gəldim, nənəm bir keyv oldu, çox dərdə getdik, ağladı. Yanında öptüm, mən də ağladım düzü. Qorxusundan ağlayıb ya. Yox, dedi abala, yox. Qorxdu da yəqin. Həm də yox, abala, bu iş olsa mənə anana nə cavab vereyim? Bax, mən də ağladım, belə. Lap yaxşı, lap yaxşı. Mirzə müəllim, belə bir sual verim sizə. Ümumiyyətlə, bir ağsaqqal kimi məsələn də öz fikrinizi deyə bilərsiniz. Müasir oxucuların, məsələn, indi şeirə, yazıya, münasibəti haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, belə deyək ki, müasir, bu gənclərin deyirsiniz, elə mi? Bəli. Belə müasir deyəndə, müasir bax, belə bu zonada elə yazan da yoxdur. Tək, mən barmaqla desəyəcəm. Mesela biri Qabal'da var idi, Yunus. Öldü. Yani bu poeziya, fikrini fikir değil okuyun. Ve sonra bu zonada belə deyək ki, qafiyeyi düz, buna düz. Onu 15-ci əsrdə, o vaxtda yazı yox idi, pozu yox idi. Qəzəl deyirlə yarandı ki, xalqın yaddaşına qalsın. Amma sən bu belə getdi, nəsə qafiyə uydur. Bunu, yəni bu yoxdur. Yəni poeziya belə deyək ki, yəni gənclər onu nə qaysın, o gənclər ona nə görsün o oxumaq baxımından, poeziya baxımından. Mesela biri də Taftıq edir, rəhmətli öldü. Yəni poeziya üçün yaranan, poetik danışan. Bir də Rafiqdir, Rafiq Hükümət, bir də Allah verir Təhləli. Bax, bu tərəfdə, biz tərəfdə, yadıma xatıra bilmirəm. Yerindən qalxsın desin, indi mən şairəm, yazan pozisiyonu çoxdur. Bir də o cavan oğlan var, bir yazır o cavan oğlan. Amma bunların da, bax, bunları görəndən sonra onların nə münasibəti ola bilər bu gənclərin? Çünki görür də bunları, bundan nə görsün, nə qaysın, nə şey eləsin. Bunlar poetik bir şey bilmirlər. Məsələn, İsa İsmail'də həmən çəmişəm, deyirlər ki, belə sərbəst yazır, belə xeyr, o sərbəst yazmırdı. O fikrini duyğuya çürürdü. Onun bir bəndini deyəcəm, görün, burada nə sərbəst nəzər? Dağında vüqarlı, səndən dağında vüqarlı qartal olan
dünya ayağının altında qalır. Səndən uzaqlarda xəyal oluram. Həsrətdən gözümün kökü çalar. Bu gör ne kadar poetik şeydir. Mesela Ali Kerim deyir ki, ana körüm, 3 tel ile evimize axan körüm. Poetik. Ben senden ötürü öleceğim, sen gelmesen özümü asacağım, keseceğim. Ben senden böyle bu, bak Azerbaycan ne diyor, inandırayım sizinle, bak Azerbaycan belə oldu. O neçədir? Kimindən çoxdur. Bəziləri də baş daşına Azərbaycan yaşayat var yazdırır. Alıqda qnişkası var da bunu güya qnişkanı alanı, vəsiqalanı yarışı olur. Bu gençler deyirəm. İndi gençler burada nəsil mühit yetiştirir insan. İnsanı Plexanov deyirdi ki o vaxtları. İnsanı mühit yetiştirir. Ve mühitte burada ədəbi bir mühit yoktursa o gençler ondan ne götürsün? Neylesin? Şimdi Allah'a şükür biraz internet var, oradan buradan var ama o da cılızlıqdır. Cılızlıqdır belə. Ümumiyyətlə, məsələn, sizin gənclərə nə məsləhətiniz olardı? Nə tövsiyə edərdiniz bir ağsaqqal kimi olaraq? Vallahi yazıcı gençlere elbette ki ben seviyorum çünkü ben büyüğüm varım sabah yokum. Ama o gençler çünkü bizim sabahın geleceğimizdi. Geleceğimiz onlar. Belə deyək ki gücü dilini öğrenməlidir ilk növbədə. Harada yaşayırlar? Tiflisdə, Gürcistan'da və yaxud bu məkanda. Sen bu dili bilmirsən, ben borçalı belə, bununla 2 dənə şehir koş ya, bunu nəsə bir şeylə maşından bir belə bu gençlik. Bak bu gençlikler ne kadar qəzalar uğradı. Bu hemen gençlik. Çok faciəlidir. Bak gençler niye olur? Mesela Qardaban'da ben yazmıştım. 5 nefer yok bir maşını 7 nefer binir. 7 nefer binir. Maşın dele sürətindən gelir ki samolyotun sürətini artıq. Ona göre ki dərmən vururlar. Dərmən vururlar. Neyse. Orada da ben yazmıştım hiç olmasa yolda trampolinler radar olsun. Trampolin ona xeyri yok idi. Başını uçurdu. Yani gençlerimizin belə de ki o köhnə adət-ənənələrə meyl azdır. Onu yaşatmağa azdır. İndi ben bak belə deyək ki yaxşı. Bu mesele indi belə ildə mesela məhərrəmli keçirir değil mi? Elbette ki illəyək bu boyda da tam təraflı belə falan. Ama bizim öz qəhrəmanlarımızı da yadan çıxartmayaq da bu torpağı kim bize qoyur və yaxud belə Sədiyyə Ərəbstanında düzünü mən Sədiyyə Ərəbstanı bu həmin onları yazmazlar çünkü. Hiç. Olarıq deyil bu məsələlər. Ama yani deyirəm o gençler hiç olmasa yani daha o təhsil o boyda güclü değil. Məqsədindən bilən də yoxdur da. Get-gedə də yani belə aşağı səviyyədə daha aşağı olacaq çünkü belə də ki bu islahatlar adından getdiksə 11 12 idi. 11 oldu. 11 indi mənim o belə deyək ki, övladım Avrupaya gedə bilməyəcək. Bunu bilirsin. Bu gecə bu kapandı. Bu gençlerin de kafana Sakaş'ın dövründə dil bilməsə de götürürdü. Hiç olmasa qabiliyyətin olsun. Qabiliyyətdən verirdi imtihan bircə. O babalar daha getdi. Bir insan vaxta belə nəsə. Düzdür. Bəli, çox sağ olun Mirzə müəllim, çox sağ olun bu səmimi söhbəti için. Sizə təşəkkürümü bildirirəm bir daha ki, yenə də deyirəm, yəni dəvətimi qəbul etdiniz, gəldiniz. Minnətdaram sizə, təşəkkür edirəm. Belə, əziz Radio Manoli dinləyiciləri, bugünkü bizim qonağımız tədqiqatçı, jurnalist, yazıcı Mirzə Maşov idi. Sağ olun əziz dinləyicilər, sağlıqla qalın, gələn görüşlərdə sizinlə görüşənədək. Sağ olun. Bir həyat hekayəsi, sevinci, kədəri, problemi və həyat təcrübəsi ilə dolu olan təsirli və ibrətamiz bir həyat hekayəsi. Hər insanın özünə məxsus bir həyat hekayəsi var.
Müxtəlif həyat hekayələrini dinləmək üçün 96.9 tezliyində Marnoli Radiosunun canlı efirində Rübabə Muxtarovanın təqdimatında çərşənbə axşamı saat 12:00-da dinləyə bilərsiniz.